Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bu gün uğur kurslarının keçirdiyi buraxılış sınaq imtahanına aid olan sualların izahını verəcəm. Gəlin suallarımıza baxaq. Bu, bizim 9-cu siniflər üçün olan sınağımızdır. Baxırıq, boşluqdan sonra sailmən isim gəlib. Bizdən burada nə istəyirdi? Düzgün variantı istəyirdi. A little-dan sonra bilirik ki, sailmən isim gəlir, A variantı ola bilər. Only little olmur. Only a little işlənir. B variantı ola bilməz. A few-dan sonra cəm isim gəlir. A lot-un of yoxdur. D variantı ola bilməz. Few-dan da sonra nə gəlir? Cəm isim gəlir. Ona görə düzgün cavabımız nə qalacaq burada? A variantı. 57-ci sualda derivative nouns, yəni düzəltmə isimlər istəyir. Sadədir, 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 sadədir. Ona görə düzgün cavabımız nə qalacaq burada? A variantı. 58-ci sualımızda choose the correct articles bizdən burada nə istəyir? Düzgün artikellar istəyir. Earth tək və bənzəri olmayan isimdir. Sky tək və bənzəri olmayan isimdir. Sun tək və bənzəri olmayan isimdir. Hər üçünə nə verəcəyik? Z artikelini verəcəyik. Düzgün cavabımız nə qalacaq burada? A variantı. 59-cu sualımıza baxırıq. Boşluqdan sonra cəm isim. If-dən sonra bilirik ki, cəm isim gəlir. Many-dən sonra bilirik ki, cəm isim gəlir. A little-dan sonra sailmən isim gəlir. Much-dan sonra sailmən isim gəlir. A lot of-dan sonra həm sailən cəm, həm sailmən isim gəlir. Düzgün cavabımız qalacaq nə? C variantı. Positive case. Bunu deyirsə bizdən nə istər? İsmin yəli çalı. Saçdan söhbət gedir. Deməli, C'nin də saç ayrıdır, Merinin də saç ayrıdır. Hər ikisindən olmalıdır, apostrof S olmalıdır. Bir yanlışdır. Mr. Mrs. varsa, deməli, ismi bu halda isimimizin qarşısında Mr. Mrs. varsa, yəli çalı apostrof S ilə düzəlir. 2 doğru cavabdır. Deməli, rəqəmdən sonra nətər isim gəlirdi? Rəqəmdən sonra cəm isim. Deməli, apostrof S-dən sonra olmalıydı. 3 yanlış cavabdır. Soyad və adların qarşısında Z artiklı varsa, apostrof S-dən sonra olurdu. Düzgün cavabımız qalacaq nə? 2, 4, Y variantı. -61-ci sualda yenə choose a correct variant bizdən düzgün variant istəyir. Burada artikel mövzusuna aiddir sualımız. Dedi ki, çaylardır, dənizlərdir, okeanlardır, bunlarla nə işlənir? Z artikli işlənir. Sıra sayılarından nə işlənirdi? Z artikli işlənirdi. World da nə idi? Z artiklindən işlənirdi. Düzgün cavabımız qalacaq nə? A variantı. Deməli, 62-ci sualımıza baxırıq. Mistakes gəlib. Well done. Well done varsa, baxaq görək. A lot of da ola bilər variantımız. Few da ola bilər, many da ola bilər. Hər üçündən sonra nə gəlir? Cəm isim gəlir. Zaten boşluqdan da sonra nə verib? Cəm isim. Little Much-dan da sonra sailmən isim gəlir. Tərcüməyə uyğun, well done uyğun. Deməli, nə olacaq? Burada few olacaq. Deməli, burada nə edib? Səhv az edib. Aydındır. Səhv çox olsaydı, burada well done deməzdi. Səhvi az olub ki, nədir? Well done deyir. -63-cü sualımıza baxırıq. Ən artikelından sonra nətər isim gəlirdi? Sailən tək isim. Burada isimimiz cəmlənib, cəm isim gələ bilməz. Rəqəmdən sonra cəm isim gəlməlidir. B variantı ola bilməz. Many-dən sonra sailmən isim gələ bilməz. C variantı getdi. Information sailmən isimdir. Sailmən isim cəmlənə bilməz. Cavab qaldı nə? Y variantı. A pair of shoes. Ölkə şəhər adlarının qarşısında artikel işlənmir. Bildiyimiz kimi artikel mövzusuna aid sualdır. Country sözü sailən olduğuna görə biz bilirik ki, sailən tək isimlərin qarşısında boşluq verə bilmərik. D getdi. Birinci tərəfdə də nə olmalıdır? Boşluq olmalıdır. Cavabımız nə qalacaq? C variantı. İsimimiz deyir ki, samitlə tələffüz olunsa qarşısında E, saitlə tələffüz olunsa qarşısında nə veririk? Ən artiklı veririk. Ona görə burada cavab nə qaldı? C variantı. 65-ci sualımıza baxırıq. Songs. Boşluqdan sonra cəm isim gəlib. Very, cəm isim. Deməli, biz dedik ki, quantify o zaman isimsiz işlənə bilər ki, özündən əvvəlki nəyi əvəzləsin? İsmi əvəzləsin. Cəm isim gəlibsə, deməli, bizə nə lazımdır? Cəm isimlə işlənə quantify lazımdır. Düzdür? Much ola bilməz. A lot-unun ofu yoxdur. D variantı gedir. Burada yenə much ola bilməz. Cavab nə qalır? B ilə Y variantı. Düzdür? Very ilə də few olmur. Very ilə nə işlənir? Few işlənir. Ona görə cavabımız qalacaq burada nə?
B variantı. Bizdən burada tək isimləri istəyir. Feed, food isminin kökündən dəyişərək formasıdır, cəm formasıdır. Cattle həmişə cəmdə işlənən isimdir. Tools təkdədir. Information sayılmayan isimdir, təkdədir. Progress deməli sayılmayan isimdir, təkdədir. Poultry nədir? Həmişə cəmdə olan isimdir. Düzgün cavabımız nə qaldı? 3, 4, 5. Cavab D variantı. 67-ci sualımıza baxaq. Tail sayılır, düzdür. An ancient deyə bilərik. Yəni artikellarda işlənir, sayıla bilən tək isimlərin qarşısında. At sözü sayılır. Artikelin verib qarşısında 2 də doğrudur. Knowledge sayılmır, qarşısında yəni artikeli verə bilmərik. Sub sayılmır, qarşısında artikeli verə bilmərik. Cavab qaldı nə? C variantı. Choose the correct synonym. Burada bizdən sinonimləri istəyir. Deep ilə shallow bir-birinə nədir? Antonimdir. Bir ola bilməz. Empty vacant hər ikisi boş. 2 doğrudur. Ill, unwell hər ikisi xəstə deməkdir. 2 doğrudur. Help, assist hər ikisi kömək etmək mənasındadır. Cavab qalır nə? 2, 4, 5. Burada short textdə nə istəyir? Short textin əsas ideyası nədən söhbət gedir burada? Do you like sports? Come join our sports club. We offer boxing, tennis, golf and more. It's free. Yəni qeydiyyat pulsuzdur. And you will find a sports and first you. Baxaq. Deyir ki, only var. Yadınızda saxlayın, əsasən bu tipli suallarımız səhv çıxır. Only ilə olan, just ilə olan variantlar əksər vaxtı səhv çıxır bu variantlar. Deyir ki, yalnız nədir? Beyzbol oynamaq üçündür. Xeyr. Müxtəlif növlərdə idman növləri təklif edir. A variant olmaz. You have to pay to join to sports club. Burada deyir ki, pulsuzdur. B variant ola bilməz. The sports club offers various sports. Yəni, müxtəlif növ nə təklif edir? Burada müxtəlif növ nələr var? İdman növləri var. Hələ düzgün cavabımız qalacaq burada nə? C variantı. Digər variantları oxumağa ehtiyac yoxdur. Don't feed animals in the zoo. Deyir ki, zooparkda heyvanları yedizdirməyin. Informs xəbərdarlıq etməkdir. Görək nəyi xəbərdarlıq edir? Əgər yedizdirmək icazə yoxdursa, deyir ki, yedizdirməyin, deməli icazə yoxdur, xəbərdarlıq edilib. Deməli. Burada visitor must not give food to animals. Aha, bu ola bilər düzgün cavabımız A variantı. Feeding animals is recommended. Yəni təklif edilən kimi neyləmək? Heyvanları yedizdirmək ola bilməz. Visitor can bring food for animals ola bilməz. Animals are hungry and need food ola bilməz. Feeding animals allowed in specific times. Bu da ola bilməz. Elə düzgün cavabımız burada qalır A variantı. Burada da iş intervyusundan söhbət gedir. Görək nədir? The interview is on December 18th. Burada dekabr yox, noyabrda deyir. The interview starts 9:30. Burada 9:30 yox, 10:30-dan söhbət gedir. Arrive at. Aha, burada deyir ki, please arrive 15 minutes early. Deyir ki, arrive at. Deməli 10-15-də deyirsə, deməli 30-dan burada 15 çıxanda elə 15 dəqiqə qabaq gəlirsə, deməli 10-15-ə düşür. Cavab qalacaq burada nə? C variantı. Burada görüşlər neçədə başlayacaq? 30-da başlayacaq. Amma burada ona xahiş edirlər, təklif edirlər ki, 15 dəqiqə öncə gəl. Aydındır? Ona görə düzgün cavabımız qalacaq burada nə? C variantı. The interview will be online. Online deyildir. Necə online'da görüş təklif edir? The event starts at 12 p.m. Xeyr, 12-də yox, 10:30-da başlamalıydı. Burada böyük teksti oxumadan, vaxt itirmədən birbaşa suallar üzərindən gedəcəm. Görürük ki, mətnimiz başlayıb bizə Amazon River harda yerləşirdi? South America. The river is popular for its incredible size. Its longest river. It is the second. It is the longest river in the South America. Deyir, Cənubi Amerikada ən böyük çayıdır. And the second longest in the world.
Cənubi Amerikada ən böyük, dünyada isə ikinci ən böyük çaydır. Baxaq görək mətnimiz deyir nə istəyir. 72-ci sualda deyir ki, mətnimiz nə haqqındadır? Popular rivers in the world. Görürsünüz, burada river sözünü cəmdə verib, amma burada nədən təkcə danışır? Amazon çayından danışır. A variantı ola bilməz. The longest river in Africa. Afrikada yox, Cənubi Amerikada söhbət gedirdi. The second longest river in the world. Bax, cavabımız elə budur. Dünyanın ən böyük ikinci çayından, dünyanın ikinci ən böyük çayından söhbət gedir. What problems in the Amazon River facing today? Aha, buna da nə etməliyik? Mətnə baxmalıyıq. Burada elə burada B variantı olacaq. Gəlin amma bir də baxaq suallarımıza burada. Baxın. Həmin o şey cavab bax burada var. River is facing problems such as deyil. 2 dənə sözün ikisini də verib. Ona görə də cavabımız burada nə qalacaq? B variantı. Choose false. Burada nə istəyir? Mətnə uyğun səhv variantı istəyir. People must protect the Amazon River and its ecosystem. Bəli, bu var idi. A variantı var idi. Doğrudur. Baxın, sonuncu cümləmizdir. Fikir versək, mətni biraz diqqətlə oxuyanda heç belə çıxmasın, belə asan tipli tekstlərdə heç mətni tərcümə eləməyə ehtiyac qalmır. Fikir verin. Var burada. Sonuncu cümləmizdir. İkinci cümlə, this river is popular for, bəli, deyir ki, incredible size. İnanılmaz uzunluğuna görə, inanılmaz ölçüsünə görə nə idi? Seçilirdi, məşhur idi. Baxın elə haradaydı bu? Elə belə baxın. Elə burada var. Baxaq görək. The river is home thousands of different species of animals. Bu da var idi. Burada C variant deyir ki, The Amazon is the second longest river in the world. Bunların içində də gəlin bir yerdə baxaq. Dünyanın ən məşhur, ən uzun ikinci çayından biridir. Is the longest river in the second longest river in the world. Bu var. Sonra nə deyirdi? The Amazon river is home thousands of different species. Plants, animals. Görürsünüz? Hər ikisi var orada. Deməli orada elə bizim səhv variantımız olacaq nə? D variantı. The Amazon River is only used for fishing. Deyir, yalnız nədir? Balıq tutmaq üçün, balıqçılıq üçün istifadə, üzr istəyirəm, yəni balıqçılıq üçün istifadə edirdi. Y variantımız yanlış olacaq. Gəlin baxaraq, yalnız balıqçılıq üçün istifadə eləmirdilər axı. The Amazon River in an important role in the lives of people living Amazon rainforest. They use river for transportation, fishing and source of drinkable water. Hətta bu çaydan içməli sudan belə, çayın suyundan belə içməli su kimi istifadə edirdilər. Ona görə səhv cavabımız orada nə qaldı? Y variantı. 75-ci sual nədir? The Amazon River is the shortest, short yox, longest river. İkinci ən uzun çaydır. Has no animals, plants. Xeyr, elə bir şey yoxdur. Orada belə çıxmasın. Deyir ki, heyvan və nə yoxdur? Bitkilər yoxdur. Yanlışdır. Deməyə baxaq. Is the longest river in the South America? Düzgün cavabımız olacaq burada nə? Elə D variantı. Is located Africa? Afrikada yox, Cənubi Amerikada yerləşir. Düzgün cavab qalır nə? D variantı. Aha, listening sualları burada biz dinləmədən istifadə edə bilmədiyimiz üçün elə birbaşa cavablarını deyəcəm. Deyir ki, burada nədənsə danışırdı? Xarici dil öyrənməkdən danışırdı. Yəni, xarici dil öyrənməyin əhəmiyyətindən danışır, əhəmiyyətin vurğuları. Burada düzgün cavab olacaq B variantı. Knowing foreign language help us. Elə burada nədir? Hansı vurğulanmır mətirdə? Burada understand body language. Orada bədən dilinin başa düşülməsindən heç bir söhbət getmirdi. Y variantımız olacaq. Yetmiş 9-cu sualda. English burada da deyir ki, is the one of useful language. C variantı olacaq. Aha, burada səhv və düzləri seçməliyik. Baxaq görək. Foreign language play a necessary role in our lives. A variantı doğrudur. Deyir ki, study foreign language isn't a really good idea. Deyir ki,
Xarici dil öyrənmək heç də yaxşı bir fikir deyil. False. Foreign language make traveling more boring. Deyir, xarici dil bilmək, xarici dil make traveling, yəni səyahəti neyinir? Can sıxıcı edir. Əslində more interesting. Orada vurğulayır ki, more interesting. Ona görə B variantı olacaq burada. Learning the language will be help. Learning the language will help you understand films. Yəni filmləri başa düşməyi neyinir? Xarici filmləri başa düşməyi belə dedi. Onun nəzərdə tutur ki, xarici filmləri başa düşməyi sizə kömək edir. A variantı olacaq. Bu qədər. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.